Ziyad yaşaya bilmirəm. Ziyad Göndərin gedimlər. Ziyad Belə insanı görmək istəmirəm. Sakit ol. Sən mən utandırma burada. Çıx get özün də biabr eləmə. Uşaqların gözləri qarşısında yatmış vəziyyətdə olan arvadını naqillə boğaraq öldürdü. Mən sıxan kimi ya bu oyandı da, belə elədi. Əlləri nə qədər belə zat da, qurtlanırdı. Onun sol tərəfəydi, mən bu belə zat edirdim. Ayaqlarına vurub pəncərənin şahəsində. 2 dənə pəncərə. Həmin vaxt uşaqlarını yuxulandırdı. Pəncərənin səslərini qızım oyandı. Qızınız var. Nə olub, oğlum durdu, ata belə elədi. Dedi, səkəm mən yatdım. Qışqırdı. Onlar görmədi hadisəni. Yəni yorğanın üzərlərinə çəkdilər və hadisənin baş verdiyini gördülər. Səbəb anamın mənə qarşı olan ahsızlıqları. Ananızın. Bəli. Ananızın haksızlığı edib, onda bu sizin yoldaşınızın qurbanı bu məsələyə günahı nə idi ki? Xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinən Ziyəddin Quliyevin cinayət işi. Gəlin uşaqlara münasibət edərik. Yəni nə vaxtsa görəsən ki, gəlin uşaqlar işgəncə verər, ətini yandırar, kəsər. Fikirləşmişəm ki, bunu necə öldürə bilərəm ki, rahat ölsün. Amansızcasına yatmış vəziyyətdə, köməksiz vəziyyətdə etməmişəm. Sizdən artıq dərəcədə xahiş edirəm, ona ömür cəza vermənizi xahiş edirəm. Ceyhun Həmidovun təqdimatında Kriminalda Bazar günü saat 23:15-də